Azərbaycanın şimal-qərb ərazisi ictimai-siyasi hadisələrlə çox zəngindir. Böyük sərkərdələrin, Nadir Şahın, Ağa Məhəmməd Şah Qacarın, İbrahim xanın, eləcə də Şeyx Şamilin və Hacı Muradın bilavasitə ya özü, ya da taleyi şimal-qərb zonamızla bağlıdır. Bu tarixi və ağırlı məqamlara əməkdar mühəndis Mövlud Qəhrəmanov aydınlıq gətirir. Əziz tamaşaçılar, Zaqataladayıq. İxtisasca mühəndis Mövlud Qəhrəmanovun sorağı ilə. Bütün sahələrdə informasiyası genişdir Mövlud müəllimin. Xüsusən tarixi yöndə, tariximizlə, milli yaddaşımızla, milli gələnəyimizlə bağlı çox maraqlı, bir çox ixtisas sahiblərinə gizlin qalan, məlum olmayan məqamlardan söhbət açır, məqamlardan bizə və tamaşaçılara maraqlı məlumat verə bilir. Elə düzgün buyurdunuz ki, Zaqataladan başlayırıq, Zaqataladayıq. Vaxtilə bunu elə məlumat üçün deyim ki, bu qabağımızdakı kitabı görürsünüz. Azərbaycan görkəmli şəxsiyyətlər. Bu kitabda yazan Çingiz Qacar. Qacarlardandır, bəli. O qeyd edir. Ağa Məhəmməd Şah Qacarı ki, gecə öldürürlər. İbrahim xan Avaristanın qızını burada Avar xanına verir. İbrahim xan. Şah hakimi, Şuşanın xanı. Və Ərmağan kimi Ağa Məhəmməd Şah Qacarın kəsilmiş başını ona göndərirlər. O Azərbaycanda kəsilmişdir, Şuşada kəsilməyib mi? Bəli. Ağa Məhəmməd Şah Qacarın başı. Həmin başı göndərirlər bura İbrahim xana. Ağa Məhəmməd Şah Qacarın başı ya Balakəndə, ya Zaqataladakı qəbristanlıqların birindədir. Dəqiq yeri bilinmir. İndi burada Cingöz qala var. Mən elə fikirləşirəm, bəlkə də onun ətrafında bastırılıb. Ağa Məhəmməd Şah Qacarın başı Zaqatala Balakən zonasındadır. Nadir Şah özü hücum eləyibdir. Ümumiyyətlə, farslarda belə bir deyim var ki, hansı şahın başı xarab olursa, qoy ləzgilərə hücum eləsin. Yəni Dağıstana. Dağıstana. Çünki Dağıstanda hər bir ağac, hər bir qaya özü bir qaladır. Və orada da mübarizə aparmaq onlar üçün çox rahat idi. Və elə Nadir Şahın qardaşı İbrahim xanı burada öldürdülər. Burada öldürdülər. Özü də Carlar. Car kəndində. Car kəndində, bəli. Nadir Şah, İbrahim xan Gəncə Bəylərbəyi ilə bir yerdə hücum edirlər bu zonaya. Və burada nə bilim, talançılıq, nəsə müəyyən işlər görüb, buradan keçirlər Tiflisə. Geri qaydanda buradan gəlirlər. Dağlar onları burada qarşılayır. O hardasa 1735-ci illərdə zətdə olur. Həmin vaxtda Hələ Nadir Şah hakimiyyətə gəlmədi. Nadir Şah hakimiyyətdə idi. Nadir Şahın qardaşı İbrahim hakimiyyətdə idi. 36'da olar onda, 1736'da. Yəni Nadir Şah hakimiyyət uğrunda mübarizəyə başlayıbdı. 1688-dən anadan olub. Hardasa 20 yaşından başlayıb o. Elədir. O çox cavan olub.
və İbrahim xanla bu Bəylərbəyini tanıyırlar. İki carlı avar tüfəklə atırlar. İbrahim xanı başdan, Aha. o Gəncə Bəylərbəyisini isə sinəsindən güllə ilə vururlar. Hər ikisi ölür. Sonra bunlar vuruş qutarandan sonra gəlib görürlər, car cəmaatı bilir ki, bu Nadir Şahın qardaşıdır. O da Gəncə Bəylərbəyisidir. Bunları tabuta qoyurlar, hörmətlə göndərmək istəyirlər. Nadir Şaha. Nəsə Azərbaycana da indi. Hə. Həmin vaxtda həmin o carlar gəlib çatırlar, hansı ki İbrahim xanı atıbdır. Bunlar istənirlər ki, bunlara belə hörmət göstərirlər. Tabutdan çıxarıb Şabalıd ağacının budağından asırlar hər ikisinin cənazəsini və altından od vururlar, yandırırlar. Beləliklə və bu söhbət Nadir Şaha çatanda Nadir Şah istənib Dağıstana hücum edir. Amma Dağıstana da hücum etməklə Dağıstanı işğal eləmək çox da rahat deyildi. Bir dənə hücumlarında buradan belə deyək, əli boş qayıdır. Deyəsən qışa düşüb, ya nə olub, bilmirəm. Ümumiyyətlə Nadir Şah Dağıstanda Surxay xan olub. Bəli. Onlarla mübarizədə heç vaxt qalib gələ bilməyib. Heç vaxt qalib gələ bilməyib. Əli boş yox. Dağıstan ləzgilər, qumuqlar, avarlar, caxurlar, bunlar hamısı birləşiblər Nadir Şaha qarşı və burada da hər bir ağac bir qaladır. Elə bura demişkən, Ruslara qarşı da Şeyx Şamilin rəhbərliyi ilə 25 il. 25 il uzun döyüşlər gedir. Yəni bu baxımdan bu ərazi doğrudan səngər qala rolunu oynayır. İmam Şamil özü də Hacı Muradın qəbri Qaxla Şəkər arasındaydı. Kənd var məşhur. Kənd deyəndə Oncalı. Oncalı deyil ki. yox, Oncalıdan demək Yevlaxdan gələndə sağ tərəfdədir o qəbir. Aha. Vaxtilə Səfiyyə Dibirova rəhmətlik məni çağırdı, məndən xahiş etdi ki, sən Hacı Murad oxuyubsan Tolstoyun. Aha. Dedim, xeyr. Axı dedi, sən ədəbiyyat oxuyansan. Necə olub ki onu? Dedim, oxumamışam. Dedi, ged oxu, sonra gəl. Gəldim, oxudum ki, Hacı Murad doğrudan da çox igid adam olub. Şamilin ustadı olub, eləmi? Yox, ustad deyil, onun müridi olub. Mürüdü bağışda. Şamil mürşid olub, Şamil imamların başçısı olub. İmam Şamil də əlbəttə. İmam Şamil. Şamilə nəinki Dağıstan zonasında, nəinki Rusiyada, Şamili bütün Ərəb dünyasında da, Türk dünyasında da çox böyük hörmət olubdur İmam Şamilə. Əsir düşəndən sonra, əsir tutulandan sonra buna aparırlar. Peterburqda Çar özü çox böyük hörmət edir buna. Hörmətlə qarşılayır, bəli. Hörmətlə qarşılayır, buna ziyafət verirlər. Ziyafətdə belə bir lətifə də var ki, oradakı knyazlardan kimsə İmam Şamillə yanaşı oturur. İmam Şamil yorğun olduğundan əsniyir. Bu da göy bununla zarafat edir ki, yavaş ağzını çox da böyük açma, məni udarsan. Deyir, arxayın ola bilərsən. Bizlərdə donuz yemək haramdır. Allah, məşhur misaldır ya bu. Bizlərdə donuz yemək haramdır. Donuz, yəni sən donuzsan.
Bunun əsnəməyinə Əla. lazımdır. Mövlud müəllim söhbətdən yaxşı Və- mənada yayındıq. Yəni bu ərazilərin hansı tarixi gərənəkləri İmam yaşadığını. Şamil sonra Çar bundan xahiş edir ki, nə istəyirsən? Deyir, məni burax, mən Məkkəyə gedəcəm. Ziyarətə. Keçir Türkiyəyə. Oradan türklər bunu buraxırlar, gedir Məkkəyə. Məkkədə ziyarət vaxtında Kəbənin başına dolanmırlarmı gedənlər? Gedən hacılar. Bəli. Dolanan vaxtı kiməsə bu xoş gəlir sifəti İmam Şamilin. Deyir ki, ey mömin, xahiş edirəm bir adını mənə bildirəsən. İmam Şamil deyir, mən burada ziyarətdəyim. Ad nəyə lazımdır? Bu yalvarır, adını deyir ki, mən Şamiləm. Bunu deyən kimi bütün o ziyarətçilərə haray düşür ki, İslamın vuran qılıncı Buradadır. İmam Şamil buradadır. Hamı bunu ziyarət etmək istəyir. Onda Kəbənin imamı çıxır hündür minarədən 3 dildə, Türk dilində, Ərəb dilində və Fars dilində gələn zəvvarlara müraciət edir ki, ey zəvvarlar, siz basa-bas salmayın. İmam Şamilə heç bir müsəlmana görünməyən bir hörmət olacaq. Onu qaldıracaq Məkkənin üstünə. Məkkənin də bilirsiniz də 12-nin 15-ə belə eni uzunu düz bucaqlı. O gəzişəcək hansı tərəfə gələndə o tərəfdə baş əyin ziyarət eləyin. Böyük hörmət. İmam Şamili qaldırırlar Kəbənin başına və o 4 tərəfdən orada bir dəfə dairə vuran zəvvarlar hardasa 100 min, 200 min nəfər, bəlkə də adam olur. O adamlar hamı yerə yatır. İmam Şamilə ziyarət eləyirlər. Aydın. Və İmam Şamil belə bir zatdır. Amma Hacı Murad igidliyə görə İmam Şamildən də zəif adam olmayıb. İmam Şamildən Hacı Murad narazı qalır. Hacı Muradın qohumları olur. O xan balaları, 2 oğlu. Hə. Onda İmam Şamil tutturur. Hacı Murad yalvarır ki, dəyməyin bunlara. Uşaqları öldürməyin də mənim qohumlarımdır. Sonra öldürürlər. Və düşmənçilik başlayır. Hacı Murad burada İmam Şamildən narazı qalır. Hacı Murad hardasa basqın edən vaxtı bir erməni məliyinin arvadınla, varlı bir erməninin qızını əsir götürür. Qız çox gözəl olur. O dövrün qayda qanuna görə də qəniməti alan şəxs ən bahalı, nə xoşuna gəlirsə onu götürə bilər. Hacı Murad bu qızı özünə götürür. Amma İmam Şamil özünə götürür o qızı. Və onda bunların arasında narazılıq başlayır və Hacı Murad qaçır. Qaçıb gəlir. Knyaz Vorontsov bilirsiniz, Tiflisdə olub da bütün bu zona. Canişinlikdə. Və Hacı Murad qaçır, gəlir. Onu bura göndərirlər Şəkiyə. Aha. Şəkidə qarnizonda 100 nəfərlik bir qarnizon, Hacı Murad da başında 5 nəfər silahdaşından gəlir orada Şəkidə saxlayırlar. Hər səhər bunlar atla gəzməyə çıxırlarmış. Sonra bir dəfə İmam Şamilin xəbər göndərir ki, qayıt gəl, gəlməsən sənin ailəni, arvad uşağını eşeğe belinə mindirib ağul-ağul gəzdirəcəm. Hacı Murada xəbər yollayır. Hacı Murada xəbər göndərir. Hacı Murad bu qərara gəlir ki,
qaçsın, Ruslardan çıxsın, Türkiyə qaçsın. Səhər-səhər gəzməyə çıxanda 5 atlı ilə bunlar çıxır, qarnizonla da hər dəfə 10 atlı bunları müşayiət edir. Biraz aralanan kimi bunlar görüb atlılara hücum edirlər. Bu qarnizonun əsgərlərini qırırlar. Biri yaralı da olsa qaça bilir. Gedir qarnizona xəbər verir. Qarnizon 2 gün axtarırlar bunları, tapamırlar. Yağışda da bir hava olur. Və sonra körpeşman bunlar qayıdan vaxtı bir naxırçıya rast gəlirlər. Deyirlər, burada atlarla, 5 atla adam gördünüzmü? O da parmağıyla göstərir, bax o da kolluğun içindədirlər. Satırlar. Qarnizon bunları mühasirəyə alır və atışma başlayır. 10 saatdan artıq atışırlar. Axırda bunlar 90-100 adam, bunlar cəmi 5 adam. Axırda görürlər ki, daha oradan ateş gəlmir. Bir Rus zabiti, bunların qaçdığını bilən Vorontsov, Knyaz Vorontsov, xəbər göndərir ki, onu kim tutub Hacı Muradın başını gətirsə, diri gətirsə və ya ki, başını gətirsə, 5000 qızıl verəcəm. Bu zabit girir ki, 5000 qızıl alacaq. Yəqin ölübdür. İçəri girir, girən kimi gənə bir güllə səsi gəlir. 10 saat atışmadan sonra. Görürlər, bu zabit çıxmadı. Yenə qorxularından heç kəs girə bilmir. Bu naxırı sürürlər, dalınca girirlər. Girirlər ki, hamısı ölübdür. Hacı Murad ölən vaxtı ağaca söykənib belə arxası. Diri adam kimi ayaq üstü ölüb. Və həmin zabiti atanda Hacı Murada bəlkə bir 50 dənə güllə dəyibmiş. Başını bu Tolstoyun əsərində də var. Hacı Muradda bəli. Başını qıldan, keçi qılından o torba toxuyurlarmış, o qanı buraxmır. Ona salırlar, aparırlar Vorontsova təqdim edirlər. O da göndərir Peterburqa. Peterburqda Voyno-Meditsinski muzey var, orada saxlanır. Hacı Muradın qəbrini getdik, biz baxdıq, Səfiyyə Dibirov bilirsən da kim idi? Qaxın katibi idi o. Raykom katibi, bəli. Raykom katibi idi. Şəkinin də ikinci katibi gəldi. Baxdıq, belə kubikdən, balaca kubiklərdən işarə qoyublar. Üstünə də kitab boyda bir yazı qoymuşlar ki, Hacı Muradın qəbri 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən aşkar edilmiş və yerinə baş daş əvəzinə bu mərmər qoyulmuşdur. Lövhə qoyulmuş. Bu çox yaxşı oldu müəllim. Bunlar elə bu Zaqatalada. Sonra onu mən düzdür böyük yolunu düzəltdirdim və buradan hətta bizim bəzi yerdə zəncirlər var idi, onu vermək qama. Onu uğurladım, apardım, onu zəncirini götürdüm, düzəldim. Yaxşı eləmişdim. Və o qəbir indiyə qədər dururdu. 3-4 il qabaq dedilər ki, Hacı Muradın qəbri yoxdur, aparıblar skeleti. Götürüblər buradan. Getdim, mən də baxdım, qəbrə dəyməyiblər. Qəbrin yanına eşmişdilər. Da mən heç nə bilmədim, nə deyə bilmədim. Mən kiməm ki? Aydındır. Nadir Şah haqqında isə... Bu hadisələrdən belə yaxşı mənada çıxdınız. O mənada ki, bura Zaqataladır. Bu hadisələr də bu çevrədə baş verən hadisələrdir. Şeyx Şamil də, Hacı Murad da bir bu manevr idi, belə deyək. Ancaq bizim mövzumuz Nadir Şah Afşardır. Nadir Şahın fəaliyyəti. Nadir Şah Afşar haqqında o vaxtı oxuduğumuz rəhmətli
Üzeyir bəy Hacıbəyovun o olmasın bu olsun tamaşa Məşrivat haqqında. Məşrivatın bir replikası hamının yadındadır ki, mən tarixi Nadir yarı oxumuşam, amma mən bilmədim bu bir savadlarla qansın. Və mənə elə gəlir, deyirlər Nadir Şah çox xırda bir adam olub. Amma Nadir Şah, təsəvvür edin ki, Nadir Şahın zirvəyə qalxma dövrünü bütün Avropa izləyib. Bütün Avropa və Asiya izləyib. Nadir Şah elə bir tarix şəxsiyyətdir ki, bu Çingiz Xanı Əmir Teymur təkrarlayıb. Və Əmir Teymurun hərəkətləri elə bir ki, Nadir Şah təkrarlayıb. Çingiz Xan da əsir düşüb. Tarihində əsir düşmə məqamları var. Bəli, 5 il Hakimiyyətə gəlməmiş. Hakimiyyətə gəlməmiş, əsir olub, atasını öldürüblər. O da elə fağır bir Monqol gəldi. Məzlum bir ailədən çıxmış Monqol. Məzlum ailə olmayıb, yox. Onun atası xandır, Çingiz xan. Əmir Teymur isə heç nə xan olmayıb, nə heç kim, amma Əmir Teymur da uşaq vaxtı, cavan vaxtı qoyun otarıb, ya da nəsə oxla atırlar Əmir Teymuru. Ayağı elə o vaxtdan qalır. Ayağından atırlar və Əmir Teymur ona görə axsıyır, ona görə ona Teymur Ləng deyib. Axsaq Teymur ya Teymur Ləng, hə. İndi Nadir Şaha gələk. Hakimiyyətə gəlməyi. Niyə istəmirsən Əmir Teymur haqqında maraqlı? Yox, söhbət oldu ki, Əmir Teymuru Stalin dövründə antropolog Gerasimov qəbrinin açılmağı. Stalindən icazə alır. Stalin icazə verir, daha doğrusu maraqlanır ki, doğrudan da Əmir Teymur belədirmi? Əmir Teymur dünya fatihlərinin içində yeganə fatihdir ki, heç vaxt məğlub olmayıb, heç vaxt. Və o hər yerdə də axsasa da nə də heç kimdən qorxmayıb. Hətta hansısa bir qalanı mühasirəyə alırlar, o qalanın da əmiri çox güclü bir şəxsiyyət sayılıb. Qalanın üstündən əmir qışqırır ki, Əmir Teymur, sənlə mən vuruşaq, döyüşün talihini həll eləyək, insanlar niyə qırılsın? Əmir Teymur deyir, yaxşı, gəlir, yaraq yasağını götürəndə bunun ətrafındakı sərkərdələr yalvarırlar ki, olmaz, gedərsən yuxarıda qalanın üstündən sənə ox dəyər. Əmir Teymur deyir, yox, o məni döyüşə çağırır. Gəlir və qalanın aşağısında dayanır. Deyir, mən gəldim. Gəl. O baxır buna, qorxur və Əmir Teymurun huzuruna çıxa bilmir. Əmir Teymurun təmiz türk olmağı isə Əmir Teymur Tuz şəhərini tutanda Firdovsinin qəbrinin üstünə gəlir. Qılıncı qoyur qəbrin üstünə. Axı Şahnamədə Firdovsinin İran-Turan müharibələrindən danışılır. Həmişə də İranlılar Turanlılara qalib gəlir. Farsları daha güclü təbliğ edir. Çünki Firdovsi özü Fars olub. Fars dilində danışır. Qılıncı qoyur qəbrin üstünə deyir ki, böyük Firdovsi, dur ayağa. Türk oğlu, Türkə cavab ver. Nəyə sənin əsərində həmişə İranlılar Turanlılara qalib gəlib. Hanı sən təriflədin İran? Hamısı mənim ayağımın altındadır, sənin qəbrin kimi. Yəni Əmir Teymur
O da böyük şəxsiyyətimizdir. Türk oğlu Türkdür. Amma biz Nadir Şahdan danışırıq. Nadir Şah 1688-ci ildə demək Xorasan yaxınlığında anadan olur. O və onun atası karvan aparan, ümumiyyətlə çox fağır adam olub da, yun daşıyıb və karvanları ötürüb və Nadir Şah cavanlığında atasına kömək eləyib. O vaxt onun adı olub Nadir Qulu. 18 yaşına çatanda Özbəklər hücum edirlər. Nadir Qulunu anasıyla bir yerdə əsir götürürlər. Aparırlar Buxarada. Anası orada ölür əsirlikdə. Nadir Qulu qaçır əsirlikdən. Qayıdıb gəlir. Təsəvvür edin ki, Nadir Qulu 20 yaşına çatan dövrdə Səfəvi səltənətinin süqutuydu. Elə bir dövrə gəlib çatmışdı ki, axırıncı Sultan Hüseyin şah olur, şahsiz Səfəvi şahı. Bunun da 8-9 oğlu olur. Sultan Hüseyin o qədər dinə inanan adam olub, Ancaq ibadətlə məşğul olur. ibadətlə məşğul olub və hətta heyvanın yanında kəssələr heyvan, o qandan qorxurmuş. Və övladlarını da sarayın içində böyüdüblər. Heç bir yerdə oxumayıblar. Onların tərbiyəsini qadınlar, ən durunda olan qadınlar və xacələr veribdir. Xacə bilirsiniz də ki, Aydındır. və təsəvvür edin ki, xacələr nə tərbiyə verərdi. Aydın. Hamısı həmin dövlətdən və dünyasından narazı qalan adamlar şahzadələrinə öyrədərdi. Bunlar yalnız işrət, məhəbbət, dövlət haqqında heç xəbərlər olmuyor. Sultan Hüseyin hakimiyyətdən qaçmaq istəyir. Şahzadənin birini çıxardırlar, gətirib qoyurlar ki, indi sən vəliyyətsən. Hayküyü görüb qaçır. İkinciyə vəliyyət deyirlər. O da həmin işi təkrar eləyir. 3 şahzadənin üçünü də çıxardırlar. Heç biri qaçır. Yaramır. Adamları görəndə qaçırlar. Amma bir şahzadə olur Təhmasib adında. O razılaşır və təsəvvür edin ki, şah yoxdur. Səfəvi dövrünün süqutudur. Rusiyadan göndərilən nümayəndə gəlir, İranı gəzir və məlumat verir ki, İran yaxşı dövlətdir, amma yiyəsi yoxdur. Elə də türklər. Türklər Bölüşdürmüşdülər Bölüşdürüblər. Ruslarla. Ruslar o vaxtı qabaqlarına məqsəd qoymuş ki, Xəzər Rus gölüdür. Pyotrun vaxtında 1-ci Pyotr gəldi, Dərbəndə gəldi və Dərbənddən özü getdi Gürcüstana, Kartilini, 4-cü Kartilini razı saldı özünlə əməkdaşlığa və Lənkərandan başlayıblar Ruslar birinci bizim işğalımızı. Düzdür. O həmin vaxtda Pyotr bilmirəm nə olursa dala qayıdır. Onlar da İsveçlə müharibədə idilər. İsveçlə sülh bağlanır
və qayıdıb yenə də Qafqaza gəlmək istəyir, həmin vaxtda ölür Pyotr. Yekaterina yerinə çıxır. Yox, Yekaterina o vaxt çıxmır, sonra gəlir. Birinci yerinə çıxır Anna Oyanova. Nadir Şah Hindistana getməmişdən qabaq xəbər ki, Anna Oyanova ərə getməyib. Favorit olur, amma ərə getmir. Ona xəbər göndərir ki, dayansın, məni gözləsin, gəlib mən onunla evlənəcəm. Gör, nə Nadir Şah olub. Rus çariçası. Bu harda yazılıb bu? Bu kitab Nadir Şah haqqında Lockhart, Cambridge Universitetinin professoru yazıb, elə bil ki, Səfəvi sülaləsi haqqında və Nadir Şah haqqında ən dolğun yazan müəllifdir. İngilisdir. Cambridge Universiteti. Və bizimkilər yazanda bu da müəyyən şeydə düzdür, bir tərəfli eləmir. Pyotr deyir, ona görə gəldi ki, Qafqaza. Yazıq Gürcüləri və erməniləri müsəlmanlar qırmasın. Dərmanımız dərdimizin içində olduğu kimi faciələrimiz həmişə sevincimizin içində olur. Buna görə də həmişə sevincdən çox faciə tərəfi gəlib həmişə bizə tərəf. Dərmandan çox dərd bizə tərəf qaçıb. Bu indi bizim taleyimizə yazılıb da. Avdu müəllim, bizim taleyimiz, öyrənilən tariximiz hamısı içməzindəki matataranlardan öyrənilib. Arxivlərdə. Arxivlər bizim öz arxivimiz olmayıb. Daşınıb. Ya Gürcülərin monastırından, hətta Zebniyyatov kimi akademik özü yazır ki, mən filan ermənidən filan məsələni öyrənmişəm. Məsələn, Alban tarixini kim yazıb? Kalakatunlu. Bunlar hamısı onlarda olan məlumatları yazıb. Əsasında yazıb, hə. O məlumatlar da düz yazılıb, səhv yazılıb, biz bilmirik. Əlbəttə səhv yazılıb. Xalqımız ona görə biz yaza bilmirik dəqiq tariximizi. Türkmenistanı tam tutur Nadir Şah, Özbəkistanı tam tutur, Buxara, Xivə, hamısı bunun əlində olur. Özbəklər də bunun köhnə hayf olaraq bunu əsir götürüblər. Özbəkləri qova gedir, Özbəklər qaçırlar Hindistan tərəfə. Və bunların arxasınca bu da gedir. Hindistan da o vaxtı böyük Moğollar idarə edib. Əmir Teymurun nəslindən olan böyük Moğollar. Bunlar döyüşə girirlər göyə Nadir Şahla. Uduzur və çox böyük bac-xərac alır ondan Nadir Şah. Qaydanda geri hakimiyyəti yenə qaytarır özüdən. Dünyanın 1/3 fəth eləmiş Nadir Şah bir təsadüfi ölümün qurbanı oldu. Öz soydaşları tərəfindən qətlə yetirildi. Bilmirəm bu ölümə şəhid ömrü deyək, ya hökmdar məğlubiyyəti. Nədirsə hər ikisi bizimdir. Bütün həyatının təfərrüatlarına xırdalığı ilə varmağa ehtiyac duymadıq Nadir Şaha. Hər bir xırda detal da